Hörmətli müəllimlərimiz, əziz şagird yoldaşlarımız və dəyərli dinləyicilərimiz. Bugün Gələcəyin İşığı FM-in efirində sizə xüsusi bir buraxılışla müraciət edirəm. Mən məktəbimizin 8A sinif şagirdi Ağayeva Milanə bu verilişdə çox ağır, lakin hər birimiz üçün dərs ola biləcək mövzuya toxunmaq istəyirəm. Təəssüf ki, bugünkü efirimiz sevinclə başlamır. Dərin kədər və üzüntü ilə başlayır. Ötən həftənin sonuncu günü rayonumuzda baş verən faciə bizim hər birimizi sarsıtdı. Ürəklərimizə dərin kədər saldı. Lənkəran rayonu Maynis Cəbrayılov adına Şovu kənd tam orta ümumi təhsil məktəbinin 2 gənc şagirdi, 6-cı sinif şagirdi Ramid Şamidoğlu Əliyev və 3-cü sinif şagirdi Gülay Şamid qızı Əlizadə ağır yol nəqliyyat hadisəsi nəticəsində həyatlarını itirdilər. Ramid və Gülay səhər məktəb yoluna çıxmış, həyatlarının ən gözəl illərini yaşayır, arzularını reallaşdırmaq üçün addımlar atırdılar. Təəssüf ki, qəfil baş verən bu faciə onların xəyallarını yarımçıq qoydu. Bu itki yalnız bir ailənin deyil, bütün bölgənin və cəmiyyətimizin qəlbinə dərindən təsir etdi. Ramid və Gülayın ailələrinin yaşadığı ağrı, valideynlərinin və yaxınlarının gözü yaşlı kədəri təsəvvürümüzdən də ağırdır. Ana və ata bir övladını böyütmək, onu gələcəyə hazırlamaq üçün illərini sərf edir. Amma bugün qəlblərində yalnız hüzün və boşluq hissi var. Ramid və Gülayın vaxtsız gedişi valideynlərin ürəyini parçaladı. Ailələrini sonsuz bir hüznə qərq etdi. Onların itkisi hər bir valideynin ürəyində dərindən əks-səda doğurur. Ramid və Gülayın məktəb yoldaşları və müəllimləri də dərin hüzn içindədir. Məktəb divarlarında boş qalan partalar, sinif otaqlarında hiss olunan sükut, həmkarlarının və sinif yoldaşlarının ürəyindəki sızıltı hamımızın qəlbini sarsıdı. Bu, yalnız bir məktəbin deyil, bütün bölgənin ortaq dərdi oldu. Biz onların həyatını və şəxsiyyətini tam tanımasaq da, hər birimiz onların mehriban, ümidli və gənc fidanlar olduğunu təsəvvür edə bilərik. Əziz dinləyicilər, bu faciə bizə bir daha sübut etdi ki, yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl etmək həyatımızın ayrılmaz hissəsidir. Təhlükəsizlik yalnız bir seçim deyil, həyat və gələcək üçün vacib məsuliyyətdir. Yol qəzaları statistikası göstərir ki, hər il ölkəmizdə yüzlərlə yol nəqliyyat hadisəsi baş verir. Onlarla insan həyatını itirir. Minlərlə ailə faciə ilə üz-üzə qalır. Bu rəqəmlərin arxasında insan taleləri, yarımçıq qalan arzular və göz yaşları dayanır. Hər bir itirilmiş həyat bir xatirədir. Bir ailənin həyatına, bir məktəb kollektivinə və bir bölgənin ümidinə sızan dərddir. Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, yol hərəkəti qaydalarına əməl olunmaması ən ağır nəticələrə gətirib çıxarır. Hər bir sürücü bilməlidir ki, yol yalnız onun şəxsi yoludur. Sizin bir anlıq diqqətsizliyiniz, bir anlıq sürət həddi pozuntunuz, bir uşağın, bir valideynin, bir ömür boyu geriyə dönməyəcək bir həyatı üçün son ola bilər. Yollarda, xüsusilə yaşayış məntəqələrində, məktəb və bağça ərazilərində sürət həddi qanunvericiliyin tələblərinə uyğun olmalıdır. Diqqətli və məsuliyyətli olmaq hər bir sürücünün borcudur. Valideynlər, övladlarınızın təhlükəsizliyi sizin əlinizdədir. Onları məktəbə yola salarkən yalnızlıqda buraxmayın. Yol boyu müşahidə edin. Təhlükəli yerlərdə nəzarət edin. Övladlarınıza yol hərəkəti qaydalarını izah edin. Təhlükəli yerləri göstərərək real nümunələrlə öyrədin. Onlara yalnız yolun qanununu deyil, həyat üçün vacib prinsipləri öyrədin. Sevimli məktəb yoldaşlarım, yolu keçərkən hər zaman diqqətli olun. Telefonla məşğul olmayın, qulaqlıqlardan istifadə etməyin. Gözlərinizi və qulaqlarınızı tam olaraq yolda saxlayın. Hər birinizin həyatı çox qiymətlidir və sizin bir anlıq diqqətsizliyiniz bir faciəyə səbəb ola bilər.
Sürücülər, xahiş edirəm sükan arxasında məsuliyyətinizi dərk edin. Hər bir yol istifadəçisi, sürücü, piyadalar və valideyn məsuliyyət daşıyır. Qaydalara əməl etməmək nəticəsində itirilən həyat geri qaytarıla bilməz. Məktəb yollarında sürət həddi pozuntusu, diqqətsiz manevrlər, telefon istifadəsi və yolda digər sürücülərə və piyadalara qarşı laqeydlik faciələrə səbəb olur. Piyada keçidlərində uşaqlara yol vermək həyatı xilas edir. Sizin bir anlıq diqqətsizliyiniz bir ömür boyu kədərlə nəticələnə bilər. Telefonla danışmaq, qulaqlıqlardan istifadə etmək və diqqətsiz hərəkət yalnız bir anlıq rahat gətirir. Amma nəticəsi faciəvi ola bilər. Məktəb yollarında və yaşayış məntəqələrində sürət həddinə riayət etmək, uşaqlara yol vermək və ətrafı müşahidə etmək sizin və ətrafınızdakıların həyatını qoruyur. Əziz dinləyicilər, yol təhlükəsizliyi yalnız sürücülərin və piyadaların məsuliyyəti deyil. Məktəb yollarında müəllimlər, valideynlər və yerli icra orqanları birgə tədbir görməlidir. Yol nişanların vaxtında tənzimlənməsi, sürət kameralarının quraşdırılması, piyadalar üçün işıqlı keçidlərin yaradılması həyat qurtara bilər. Bu tədbirlər yalnız texniki deyil, eyni zamanda sosial məsuliyyətdir. Hər birimiz bu tədbirlərə dəstək olmalı, qaydalara əməl etməyi həyatımızın prioriteti etməliyik. Gəlin bir anlıq təsəvvür edək. Bir valideyn səhər övladını məktəbə yola salır və axşam onu evində görməyə ümid edir. Qaydaların pozulması bu ümidləri puç edir və heç bir ailənin yaşamaq istəmədiyi acı bir gerçəklik ortaya çıxır. Bizim borcumuz həyatımıza, uşaqlarımıza və bir-birimizə diqqət göstərməkdir. Ramid və Gülayın vaxtsız gedişi hamımız üçün dərs olmalıdır. Onların taleyinə yazılan kədərli səhifə gələcəkdə belə faciələrin təkrarlanmaması üçün bizi daha diqqətli, məsuliyyətli və həmrəylikdə hərəkət edən insanlar olmağa çağırır. Hər bir faciə bizə dərs olmalıdır. Ramid və Gülayın itkisi göstərdi ki, təhlükəsizlik qaydalarını unutmamalıyıq. Hər birimiz həyatımızı və ətrafdakılarımıza diqqət yetirməliyik. Hər bir söz, tövsiyə və xəbərdarlıq bir ömür xilas edə bilər. Bu çağırış yalnız xəbərdarlıq deyil, həm də ümid mesajıdır. Gəlin birlikdə daha təhlükəsiz, məsuliyyətli və diqqətli bir cəmiyyət yaradaq. Yol hərəkətində və məktəb yollarında hər bir həyat dəyərlidir. Sonda bir daha Ramid və Gülayın əziz xatirəsini hörmətlə yad edir, ailələrini və məktəb kollektivinə səbr diləyirəm. Allah rəhmət eləsin. Uşaqların xatirəsi qəlbimizdə əbədi yaşayacaq. Mən Ağayeva Milanə, Gələcəyin İşığı FM-in efirindən sizə səsləndim. Qoy bu səs hər birinizə bir çağırış, bir xəbərdarlıq və bir ümid mesajı olsun. Gəlin birlikdə təhlükəsiz gələcək quraq. Hər birimiz həyatı və gələcəyi üçün diqqətli olaq. Sağ olun, salamat, sağlıqla qalın.